Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Namazın İslamda böyük önəmi var, böyük yeri var. Namazı tərk eləmək olmaz və onun heç bir kəfarəti yoxdur, namazdan başqa. O da üzürlü səbəbə görə tərk eləyərsənsə, məsələn, deyək ki, yatıb qalarsansa, xəbərin olmazsa, yatıb qalmaq da nətərdir? Ola bilər ki, sən zəngi qoymusan, durub söndürüb yatırsan ki, durub qılaram, o yatıb qalmaq səndir. Ümumiyyətlə, sənin xəbərin olmasa, və yaxud da unutarsansa, tamamilə yaddan çıxar, ola bilərdi, fikirləşirsən ki, namazı qılmısan və ancaq sonra yadına düşür ki, namazı qılmamısan, yəni yadından çıxır. Yəni onda qəzasını qılırsan. Yoxsa başqa vaxtlarda həmin namazın qılmaq artıq sayılmır. Bu cür etmək çox ağırdır, ona görə çox ehtiyatlı olmaq lazım. Çünki namaz möminlərə vaxtlı-vaxtında yazılıbdır. Və namaz ona görə də önəmlidir. Ramazan ayı bir ildə bir dəfə olur, rahatdır. Amma 5 vaxt olduğuna görə gündə hələ təsəvvür edin ki, Allah Subhanahu taala onu 50 vaxt edib. Allahın rəhməti ilə 15 vaxta endirib və onun savabı 50 savabdır. Yəni, namaz təhlükəli məsələdir, tərk eləmək. Və xüsusən də namazda səhlənkarlıq eləmək, tənbəllik eləmək olmaz. Və ona görə də keçmişdəkilər, bizim salih insanlarımız, möminlər, namaza çox diqqətli olar. Cəmaat namazına xüsusən. Onlar, məsələn, təsəvvür edin ki, deyir, məsələn, 40 il birinci təkbiri tərk eləmədi. 40 il adam birinci təkbirdə məsciddə olub, cəmaat namazında. 40 il heç vaxt deyir, imamın qafasından başqa heç kəsin qafasını görmədim. Yəni, ikinci səhvdə, üçüncü səhvdə heç vaxt dayanmır, həmişə birinci səhvdə. İmam qabaqda dayanır, bir də onu görür. Yəni, adam çalışırdı. Yəni, namazı qılmaq o demək deyil ki, sən vaxtın gedir, heç nə. Yox, əlhamdülillah, vaxtına ibadət elə, yenə də işi də gör. Və əgər sən buna hələ vaxt ayırsan, gündə görürsən ki, müəyyən işlər çıxır, müəyyən problemlər çıxır, görürsən ki, cəmaat namazına çata bilmirsən. Və yəni, onlar çox diqqətli edirlər, keçmişdəkilərimiz, salihlərimiz çox diqqətli edirlər namazda. Qalə İbn-i Sima'a, məkəsdu 40 sənətən ləm təftini ət-təkbirətul ulə illə yevm mətət ummi. İbn-i Sima'a rəhmətullahi aleyh deyir ki, 40 il məndə birinci təkbir keçmədi. 40 il, yəni həmişə birinci təkbirə çatmışam. İmamla bir yerdə birinci təkbir eləmişəm. Təkcə bir dəfə, onda da anam dünyasını dəyişmişdi. Yəni başı qarışıb bir dəfə onda və nə qədər təkbirlər keçir. Yəni fikirləş. Yəni sən birinci təkbirə çatmaq savabdır. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, onlar namazlara gecikərlər. Allah Taala da onları axıra salar. Və təhlükəlidir. Ona görə hər bir şeydə, xüsusən namazda çox diqqətli olmaq lazımdır. Namazı, məsələn, vaxtında, özü də xoşuna qılmaq, yəni namazda çox diqqətli olmaq lazımdır. Ümumiyyətlə, hər bir şeydə, hər bir işdə, hətta, məsələn, dünyavi işlərdə məsuliyyətli olmalısan, düz olmalısan, doğru olmalısan və həmçində ibadətlərdə. Yəni, bu demək deyil ki, ibadətlərdə düz olub, sonra nə istəyirsən eləyə bilərsən, yox. O artıq sənə ibadətlərində, yəni, səni tərbiyələndirməyib, təsir edəməyib olar sənə. Ona görə həmişə çalışmaq lazımdır ki, namazları cəmaat namazına qılasan. Yəni, məsciddə ancaq olmalıdır, zikr eləmək, Quran oxumaq, dua eləmək, sakitliyə riayət eləmək, məsciddə olan qadağanlara riayət eləmək, başqalarına məşət eləməmək, ondan sonra sakitliyə o fitnə fəsad salmamaq məsciddə. Yəni, həmişə məscidi qoruyub saxlamaq lazımdır. Yəni, Allah Taala məscidləri Allahın evləri adlandırdı. Yəni, özünə idafə elədi onu ki, yəni, çox hörmətli bir yerdir. Yəni, məsciddə hörmətlə yanaşılmalıdır hər bir şeyə. Və xüsusən də cəmaat namazlarına iştirak eləmək lazımdır və özü də təsəvvür edin ki, birinci təkbirə çatmaq məsələsi. Hələ söhbət birinci təkbirdən gedir, cəmaat namazından yox. Birinci təkbir 40 il adam birinci təkbiri buraxmıyor. Təkcə bir dəfə, onda da nə oldu? Anası dünyasını dəyişmişdi. Və Allah Taala bizi doğru yolda olanlardan etsin. Yəni, biz həmişə bu keçmişdəki salihləri misal gətiririk. Hər bir məsələdə onların əxlaqı üstün idi, elmi üstün idi, Allaha bağlılığı üstün idi. Yəni, bizim nümunə kimi götürdüyümüzdür onlar və onlar İslamı doğru düzgün başa düşürdülər və doğru düzgün gedirdilər. Və insanın idarə edən yer qəlbidir. Yəni, qəlb xəstələndikdə, qəlbdə problemlər olduqca artıq nə olur?
və problemlər də, zahiri problemlər də çoxalır. Allah bizi qorusun. Yəni qəlb zəiflədikcə zahirdə də üzün hər cürə formada üzə vurur, çıxır. Ona görə də Allahdan istəyirəm ki, Allah bizi qəlblərimizi islah etsin. Allah qıldığımız namazları qəbul etsin, etdiyimiz duaları qəbul etsin. Allah ölkəmizi qorusun, xeyr üzərində etsin, ölkə başımızı qorusun. Onu uzatsın, bizə rəhmət eləyənlərdən etsin. Haqq üzərində sabit etsin, haqqın cəhcisi etsin, əskərlərimizi qorusun. Ölkəmizin əmin-amanlığını qoruyanları qorusun, düşmənlərimizi məhv eləsin. Allah Teala bütün müsəlmanlara kömək olsun. Subhanəkallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.